Salam uşaqlar, bugün işlədiyimiz MHM sınaq toplusundan mövzu sınaq 1 A variantının izahlarına baxacağıq. Deməli, birinci sualda bizə nə verib? Burada fikir verməliyik. A vur B 15-dir, B vur C 25-dir. Hər ikisində B iştirak eləyir. Deməli, B 15-in də 25-in də bölündüyü bir ədəddir. Və B 1-dən fərqlidir. Deməli, B 5-dir. Buradan artıq B-nin 5 olduğunu görürük. Və digər qiymətləri də artıq natural olduğu üçün hamısı digər qiymətləri də yazırıq. Birinci sual, yəni sadə sualdır. A vur B vur C, yəni 3 vur 5 vur 5. Bu da bərabərdir. 3 vurulsun 5-in kvadratı. 3-1 yazıram. Natural bölən sayını istədiyinə görə natural bölən sayında bu üstündəkilərin üstünə 1 gəlib, vururduq bir-birinə. Yəni 2 vurulsun 3 olur. 6 dənə natural böləni var. İkinci sualda ortaq olmayan sadə vurğuların hasili, yəni C bərabərdir 10. Bir də bizə verib EKOB, A və B ədədlərinin EKOB-unu verib bizə. Deməli 20. Biz EKOB-un düsturunu yazsaq, EKOB AB bərabər kök altında A vur B vur C-dir. Gətirib yerinə qoyacağım. 20 bərabərdir kök altında A vur B vur C-nin qiyməti 10. Buradan da kvadrata qaldırsaq 400 bərabərdir A vur B vur 10 və A vur B-ni tapanda 410-a bölür, cavab eləyir 40. Üçüncü suala gəlsək. Üçüncü sual sadə sualdır. Burada vergüldən sonra 2 ədəd var. Burada bir dənə sıfır atıb vergüldən üstünə xətt çəkirik. 3 ədəd var. 2 dənə sıfır atıram ki, 3 dənə olsun orada da. Burada 2 dənə sıfır atırıq, vergüldən üstünə xətt çəkirik. 20-yi 5-ə böləndə 4, 300-ü 6-ya böləndə 50, 100-ü 2-yə böləndə 50, cavab eləyir 104. Dördüncü sualda. Deməli, dördüncü sualda. Adəmin tutalım x manat pulu var. Adəmin x manat pulu var. Pulunun 3/1-ini və 5 manat xərclədi. Burada fikir verin. 3/1 x üstə gəl 5 nədir? Bu xərclənən puldur ya. Bunu xərclədi. Və 15 manat pulu qaldı. Biz 15 manat qalan puldursa, burada xərclənən pulu tapmalıyıq. Çünki bu xərclənən hissəni göstərirəm mən. X manat pulu var, 15 manatı qalıbsa, bu x çıxılsın 15-ini xərcləyib də artıq. Bu sualın tənliyi həll edirəm. 3/1 x çıxılsın x bərabərdir mənfi 20 olur. Olur mənfi 3/2 x bərabərdir mənfi 20. Mənfiləri atıram. X də bərabərdir. 3-ü 20-yə vurduq 60, 2-yə böldük 30. Əvvəldən 30 manat pulu var idi. Bizdən də nə istəyir? Neçə manat pulu var idi? Elə onu istəyir. Yəni doğru cavab 30 manat. C variantı. 5-ci suala gəlsək. 5-ci sualda sadə bir hesablamadır. Deməli 9-da 4 üstə gəl 90. 46-dan 4-ün çıxırıq 42. Bu da olur 90. 91-dən 9-un çıxırıq eləyir 82. Bunu hesablayıb sonra böləcəyik. Bu da bərabərdir. Bunların yanına 0 atım rahat hesablamaq üçün. Oldu 90-da. 82 da 82 elədi 164. Və bunu böləcəm. Böləndə siz bilirsiniz ki, tərsinə vururuq. Bunun açılışı, bu ədədin açılışı 90-da 91-dən 9-u çıxıram 82-dir, düzdür. Və 90-ı qaldırıram yuxarı, bölmə olduğu üçün 82 gəlir bura. 90-lar ixtisar gedir. 164-ü 82-yə bölürsən, eləyir cavab 2. Bizdən nə istəyir? Cəminin 3/1 hissəsini, yəni 2-nin 3/1-ə vururam. 2-nin 3/1 hissəsi vururuq, cavab eləyir 3/2. 6-cı sual. Ədədin 10-a bölünməsindən alınan qalıq. Yazıram burada 6-cı sual. 10-a bölünməsinə alınan qalıq 9 olarsa. Məsələn 19. Ədədi götürdüm 19. 10-a böləndə qalıq da 9 eləyir də. Bu ədədin 5-ə bölünməsinə alınan qalıq. 3 dəfə 5 15, qalıq da eləyir 4.
Qalğı istəyir elə. Burada A-ya 4x, B-yə 5x versə, gətirib A-nın yerində 4x, B-nin yerində 5x qoyurduq. Əbobda eyni olanı seçirdim də. Əbobda eyni olan x var. X bərabərdir 12-dir. B-dən A-nı çıx. Baxın, B-yə elə 5x demişəm. Burada A-ya da 4x demişəm. Çıxanda elə x eləyir. Cavab da eləyir elə 12. Sadə sualdır. Buna nə qədər işləmişik. Sonra qonşu bucaqlardan biri digərinin 5-də 4 hissəsini təşkil edir. Bu da asan sualdır. 8-ci sualda. Yəni biri 4x-dir, biri 5x-dir bir sözlə. Qonşu bucaqların cəmdə 180 dərəcədir. 9x bərabərdir 180-ə. Buradan da x bərabərdir 20. X-i 20 tapdıqsa biri 4 vur 20-dir, biri 5 vur 20-dir. Yəni 80 və 100. Hansını istəyir? Böyük istəyirsə 100 dərəcədir. 4 ardıcıl tək ədəd 9-cu sualda. Deməli 9-cu sualda. Biri x-dır. Ardıcıl tək ədədlər 2 gedir də, düzdür. 2 artırıram bunları. 4 dənə ardıcıl tək ədəd. Cəmi 144-dür. Burada 4x üstə gəl 12 var. Cəmi topladım bunları. Bərabərdir 144. Buradan 4x bərabərdir 132-yə. X bərabərdir 3 dəfə 4 12-ni 4-ə böldük 3. X 33-dür. Elə ən böyük ən kiçiyin əkobu. Birinci budur 33. Ən balaca. Axırıncı da x üstə gəl 6. Yəni 33-ün 6 gəldim 39. Əkobunu tap deyir. Bu 3 vur 11-dir. Bu 3 vur 13-dür. Bunu götürürük. Böyüyü götürürük. Deməli, olmayan vuruq 11-dir. Yəni, 39-u 11-ə vururam. 39-u 11-ə vurduq. Cavab elədir 429. 10-cu sualda uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 5 dəfə böyük olarsa. Burada 2 dənə qayda var deyə, onlar bir-birinə bərabər idi. Ya da cəmi 180 idi. Burada indi biri digərindən 5 dəfə böyükdürsə, artıq bərabərlik halı yoxdur. Onda x üstə gəl 5x bərabərdir. Bizdə nə eləyir? 180 dərəcə. Uyğun tərəfləri paralel olan bucaqların cəmini 180 götürürük. 6x bərabərdir 180. Buradan x bərabərdir 30. X 30-dur, o biri də 150-dir. Bizdən hansını istəyir? Kiçiyini istəyirsə elə cavab 30 dərəcədir. Bura fikir verin. 4-ün məxrəcinə bir dənə 1 verəcəm. Olacaq A üstə gəl B bərabər 4B. Buradan da A bərabərdir 3B'dir. A-nın yerinə 3B qoysaq, əkobda nə çıxır? A-nın yerinə baxın 3B qoyuram. Əkobda çıxır elə 3B. A-nın yerinə 3B qoyanda əbobda çıxır B. Yəni əkobda böyüyü, əbobda balacası. 11-ci sualda. Deməli, 3B-ni B-yə vurdun. 3B-nin kvadratı bərabərdir 12. Burada B-nin kvadratı bərabərdir 4. B-miz 2-dir. Çünki natural ədədlərdən söhbət gedir. B-ni 2 tapandan sonra burada A-nı da qoyaq yerinə hesablayaq. A 3B idi də burada baxın. A-mız da olur 6. A-nın üstünə B-ni qoy deyir. Yəni 6-nın üstünə 2-ni qoyanda bu da eləyir cavab 36 Y variantı. 12-ci suala gəlsək. Deməli, düz xətt üzərində qeyd olmuş 10 nöqtənin düz xətt üzərində düsturlarımız var idi bizim. Parça sayı n vur n çıx 1 bölü 2-dir. Yəni 10 vur 9 bölü 2 bölür 45. Şüa sayı da 2n'dir. 2 vur 10 20. Deyir ki, parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Parçaların sayı hardadır? Bu parça sayıdır, bu şüa sayıdır. Birinci tapaq parçaların sayı, şüaların sayının neçə faizidir tapaq. Bunu vursaq 100-ə. Deməli, 100-ü 20-yə bölsək, bu eləyir 25, 2 yadda 225. Amma əlbəttə ki, cavab parçaların sayı, şüaların sayının 225 faizidir. Amma neçə faiz çoxdur? 125 faiz çoxdur. Sonra 100 faizi çıxdım da, yəni. 13-cü suala gəlsək, 13-cü sualda bir fərqlə 8 saata
digəri 10 saata yerinə yetirir. 2 saat işləsələr, 1 saata gördüyü iş bunun 8də 1-dir, bunun gördüyü iş 10da 1-dir. 1 saatda gördükləri iş 8də 1 üstə gəl 10da 1-dir. 10da 1-dir. 2 saatda gördükləri iş vuracaq bunu 2-yə. İşin hansı hissəsi görülməmiş qalar. 8 ilə onun məxrəci, ortaq məxrəci 40. 8-ə böləndə 5, 10-a böləndə 4. 40-da 9 eləyir, 2-yə də vuranda 40-da 18. 2 ixtisar gedəndə 20-də 9 hissəsi görülüb. Bu görülən işdir. Bizdən qalansa 20-də oldu 11. 14-cü suala gəlsək. Bölən 10-dur, bölünən x olsun, bölən 10-dur. Qismət 13-dür, qalıqda da 8 var. Çox asan sualdır, yəni x bərabərdir. Bunlar vurulur bir-birinə. 130, qalığı da üstünə gəlirik, 138. 15-ci suala gəlsək. 15-ci sualda. Bunun 2 üsulla izah eləmişdim sizə. Birinci metod qılqılaq adlanırdı, yadınızdadırsa. Bunları çıxırıq bir-birindən, yəni 2-də 3 çıxılsın, 50-də 3. Vururuq bunu, məxrəcdən incə gedir, 2-dən 10-a, ondan 18-ə, 8-də 1-ə vururuq, bərabərdir. Ortaq məxrəc 50, 2-yə böldüm 25, 50-yə böldüm 1. Deməli, 25-i 3-ə vuranda 75-dən 3-ün çıxırsan, eləyir 72 və vururuq bunu 8-də 1-ə. 72-ni 8-ə böldük 9, cavab eləyir 50-də 9. Baxaq, 10-lu kəsir, yox, sadi kəsir, elə 50-də 9. İkinci üsulda deyim, ikinci üsulda nə edirik? Buradan birincini götürürük, buradan axırıncını götürürük, vururuq bir-birinə, eləyir 100. Peki sürətləri toplayırsan nə varsa, 3, 6, 9, 12, 15, 18. %18 elə 2 ixtisar gedəndə yenə də 50-də 9 eləyir. 16-cı suala gəlsək. 16-cı sualda deməli, AB ədədinin rəqəmləri bərabərliyini ödəyirsə. Bunu bir dənə çarpaz vurub açıram. 2 vurulsun, A üstə gəl B. Belə çarpaz vurub açırdığı. 3 vurulsun, A çıxılsın B. 2A üstə gəl 2B. 3A çıxılsın 3B. A'ları bir yana yığdıq, B'ləri də bir yana yığdıq. Nə istəyir? AB ədədinin rəqəmləri işarətini ödəyirsə, ədədinin rəqəmləri cəmini tapın. Yəni, bura vuruq əlavə eləsəydik, 1 vur 5, 5 vur 1. Cəmi eləyir 6. 5 ilə 1-in cəmi 6. İndi B-nin onsuz da, məsələn, B-yə 2 versəz, A 10 olur. Buradakı 10 yerləşdirmək olmur. Yəni, bunun onsuz bir dənə mümkün halı var, o da 6-dır. 17-ci sual mürəkkəb bölən sayın düsturu var. 500 ədədinin vuruqlarını ayıracağım. Əvvəl 5 vur 100 kimi fikirləşirəm. 100-dəki 2-in kvadratı vur 5-in kvadratıdır. Yəni 5-in kubu vurulsun 2-in kvadratı. Mürəkkəb bölənlərinin sayın düsturunu yazıram. N bərabərdir. Mürəkkəb bölən sayı bərabərdir. Natural bölən sayı çıxılsın, sadə bölən sayı çıxılsın 1. Yəni burada natural bölən sayı yenə də tapmalıyıq. Bunların üstünə 1 gəlib vururduq bir-birinə. 3 olur 4, 2 olur 3. 12 dənə natural bölən sayı var. Çıxılsın sadə bölən sayı bilirsiniz ki, hərəsindən bir dənə seçməkdir. 1-i də çıxırıq, çünki mürəkkəb ədədlərin içərisində 1 yoxdur, sadələrin də içərisində 1 yoxdur. Ona görə 1-i buradan çıxmaq lazımdır. Eləyir 9 dənə. 18-ci suala gəlsək, uyğun tərəfləri paralel olan bucaqların cəmi 200-dür. İndi bayaq dediyim kimi, bunun 2 dənə mümkün halı var. Yəni, ya onların cəmi 180 olurdu, ya da bir-birinə bərabər olurdu. Burada cəmini 200 veribsə, deməli, onlar bir-birinə bərabərdir. 100 və 100-dür də o bucaqlar. Bu bucaqlardan birinin dərəcə ölçüsünü istəyir, elə 100 istəyir bizdən. Sonra, yəni cavab 100-dür. Sonra 19-cu suala gəlsək. Burada fikir verin, mən bir dənə bu xətti uzadıram. Aha, xətti uzatdıq. İndi burada 45 dərəcəli bucağı gətirsək bura. 153-ün də qonşusunu tapsaq və ya elə bura bir dənə x deyirəm, fikir verin. Deməli, x ilə 45-in cəmi bizə verir 153 dərəcəni.
X bərabərdir. Deməli 153-dən 45-i çıxıram. 13-dən 5-i çıxdıq 8, 108. X 108-dir, yəni buradakı bizdən hansı bucağı istəyir? A, B, C, elə onu istəyir də, cavab 108. Gəldik 20-ci suala. 20-ci sual, yəni rahat sualdır, çətin bir şey yoxdur. Əvvəl A-nı hesablayıram. Bunları ortaq məxrəcinə götürəcəm, 180-dir. 180-i 6-ya böldüm 30, burada 9-a 20-yə böldüm 9, burada da 10. Olur mənfi 30, sonra çıxılsın 27, üstə gəl 70. Bərabərdir 180-də, deməli eləyir 13. Və bunun hesablayandan sonra deyir ki, bunun 13-də 9 hissəsini tapın. 13-də ixtisar gedir, 1 bölünsün 20 ya da 0,5. 21-ci suala gəlsək, 15-ə 25-ə bölündə qalıqda 4 alınan 15-ə 25-ə bölünürsə ədəd, bunların əkobudur. 15 ilə 25-in əkobu eləyir 75. Qalıq da 4-dürsə, üstünə də 4-ü gəlir 79. İndi 3 rəqəmli ədədlər 79-a bölünən 3 rəqəmli ədədlərin sayını axtarırıq. Bunu bir-bir hesablamaq vaxt aparır. Ona görə ən böyük rəqəmli ədəd neçədir? 999-u bölüm 79-a tamını götürəcəyik buradan. Bir dənə 79, çıxdıq 0. 209-un içindən 3 dəfəsi çoxdur, 2 dəfə götürəcəm. 18, 1 yatdı, 14, 15, 1, 51 qalıqdır. Bizə tamı lazımdır uşaqlar, yəni cavab 12-dir. Sonra gəldik 22-ci suala. 22-ci sualda da bayaqki kimi bir hesablama aparacağıq. 22-ci sual. Bunun açılışında nə var? Sürəti yazıram. 99. Burada AB ədədi üstündə xətt qoyuram. Üstə gəl. Burada 99. Burada da BA ədədi. Yəni hər nədirsə o ədədi yazacaqdım. Burada nə var? Bir dənə 9 var. 2 dənə 0 var. 900. Burada nə edirdik? Baxın A, B ədədindən arada qalan çıxıram 0-a, yəni A-nı çıxıram. Üstə gəl. Burada da 9, 2 dənə 0. BA ədədindən çıxıram B-ni. Bərabərdir. 99-u yazıram. Burada 10 dənə A var, burada 1 dənə A var. Yəni təklik onluq mərtəbə vahidlərinə. 11 dənə A var, yuxarıda 11 dənə B var. Aşağıda da 900 yazsam. Fikir verin, 10 dənə A var burada. Bir dənəsini çıxır 9 dənə A. Sonra bunda 1 dənə A var. Yenidən 10 dənə A olur da yəni. Bura fikir verin, indi baxın. 10 dənə B var burada. Bir dənəsini çıxır 9 dənə B. Burada da bir dənə var, amma yenidən olur 10 dənə B. Bərabərdir. Burada 11-i çıxardım, qalır A üstə gəl B. Məxrəcində 99. Deməli, buradan da 10-u çıxardım, qalır A üstə gəl B. Məxrəcində 900. Bunlar ixtisar gedir, burada qalır 9. Bunlar ixtisar gedir. Bərabərdir. Baxaq nə qaldı? Bərabərdir. Yuxarıda A üstə gəl B vurulsun 90. Uzağa vurub sürətdə, yaxına vurub məxrəcdə yazırıq. 9 vurulsun A üstə gəl B. A üstə gəl B'lər gedir. 90-ı da 9-a bölürük. Cavab eləyir 10. 23-cü sual. Biraz çaşdırıcı sualdır. Asan sualdır, amma diqqətli olmaq lazımdır. Burada yol iki tərəflidir. Fikir verirsinizsə məsələnin şərtində göstərim ondan sizə. Baxın, yol iki tərəflidir. Və iki tərəfinə də hər 100 metrdən bir dirək bastırılır. Buradan dirək bastırılır, sonra 100 metrdən sonra. Yəni bu proses axıra qədər davam edir. Burada da dirək bastırılır, hər 100 metrdən bir gəlir, bu da axıra qədər davam edir. İndi yol 300 kilometrdə, əvvəl metrə çevirək.
1 kilometr 1000 metrdə, yəni 3 dənə 0 gəlir. Bölürəm bunu hər 100 metrdən bir. Görüm nə qədər düşəcək. Deməli 3000. İndi burada bir şey fikir veririk. Məsəl üçün birinci deməli direkt burada bastırıldı. Sonra növbəti 100 metrdən sonra burada, növbəti 100 metrdən sonra burada. Yəni tutalım bura bir A desəm, axırıncıya bir dənə B desəm, bunlarda bastırılıb da direkt, düzdür. Biz bu AB parçasındakı ədəd sayını necə tapırdıq? B'dən A-nı çıxırdıq, üstünə 1 gəlirdik də, düzdür. Yəni burada 3000 dənə, bir dənə də artıq olur da. 3001 dənə buradadır. Eyni qayda ilə burada da 3001 dənə də buradadır. Yəni yekun cavab 6002 dənə direkt bastırılıb. İndi eləyirəm ki, aydın oldu. 24-cü suala gəlsək, 24-cü sualda məxrəci 60 olan düzgün kəsirlərdən, bu suallarda düzgün söz olmasa cavab sonsuz sayda olur. Düzgün kəsir, deməli 60-ı 2-yə böldün, 32-yə böldün, 15, 3-ə 5-ə. Burada deyir ki, neçəsini sonlu onlu kəsir şəklində. Bunların qaydasını yazmışdıq. 2 və 5 vurğularını götürüb hasilindən 1 çıxırdıq. Sonlu onlu kəsir sayı tapmaq üçün. 20 dənə 1-in çıxırıq. 19 dənəsi sonlu onlu kəsir şəklində göstərilə bilər. Bir də 25-ci suala baxsaq. 25-ci sualda. Alfa, beta uyğun tərəfləri perpendikulyar olan bucaqlar üçün belə bir şərt verir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi 180-dir. Baxaq, cəmi 180 götürsəm. Bir də indi bu üçün məxrəcinə 1 verək, baxaq. 4 alfa üstə gəl beta bərabərdir. 6 alfa çıxılsın 9 betaya. Burada mənfi 2 alfa bərabərdir. Mənfi 10 betaya. Alfa bərabərdir 5 betaya. Alfanın yerinə 5 beta qoyanda olur 6 beta bərabərdir 180-ə, beta bərabərdir 30-a, alfa bərabərdir 30-u 5-ə vursan 150. Deyir alfadan betana çıx 120. Burada ikinci halda düşünə bilərsiniz. İkinci halda biz demişdik ya cəmi 180-dir ya da onlar bir-birinə bərabərdir. İkinci halı yoxlayayım. Alfa bərabərdir beta olsa. Gətirib burada verilən kəsirdə alfanın yerinə beta qoyuram. Məsələn 4 alfa üstə gəl, betanın da yerinə alfa qoyuram. Aşağıda da 2 alfa çıxılsın, betanın da yerinə alfa qoyuram. Bərabərdir. Yuxarıda 5 alfa, aşağıda mənfi alfa. Və görsünüz bərabərdir 3 verib. Bu alfalar ixtisar gedəndə qalır mənfi 5 bərabərdir 3. Yəni bu doğru hal deyil də. Yəni ki bu ikinci hal doğru yanaşma deyil. Deməli elə birinci hal doğruymuş və burada da cavabımız 120-dir. Bu qədər.